Salam əziz dostlar, canlı yayımımız başlayır. Açıq mikrofon, Razborka mahiyyətli proqramımız var bugün. Yenə də çox kəskin, bir də acı Razborka olacaq. Çünki elə hadisələr baş verib ki, onlar buradan dəfələrlə söylənmişdi, proqnoz verilmişdi. Amma nə qədər proqnoz verilsə də taxta başlara çatmaz, axmaq beyinlər anlamaz. O yüzden də əziz dostlar, biz düşünənlər üçün burada bugünkü faktları söyləyəcəyik. Qoy taxtabaşlar da baxsınlar. Bəzilərinin bəlkə taxtasına bir balaca insan təfəkküründən nəsə bir işıq sala bilərik. Press Klub, burada həqiqətlər söylənilir, faktlar söylənilir. Press Kluba abunə olun. Abunəsiz baxmayın. Bir də like işarəsini tıklayın ki, daha çox insan bizi görsün, eşitsin. Bir də hansı şəhərdən, hansı ölkədən baxırsa mütləq ona yazın. Monitoring çox önəmlidir. O Kupiansk məsələsində görün Putin necə açıq yalan danışır bütün dünyaya və Rusların düz-üzünə. Bir də taxtabaşlar. Taxtabaşlar da o deyəni burada yazırlar. Bəzən görürsünüz. Ay Kamran, gündə bir kənd alır, orada sən də danışırsan belə. Çünki Putin onu burada öyrədir. Niyə bunların kanalları burada bağlanmır? Gözləyirik belə hadisələr baş versin. Ha? Onu gözləyirik. Biz deyirik kanallar bağlansın. Oradan deyirlər ki, onlara cərimə olacaq. Kim wow, okey eləsə, filan şey eləsə. Radar qoyun da orada. Kimsə başqa söz dedi. Orada aparıcılar qəbul edə bilmir, sonra danışa bilmirlər. Bizim televiziyada, özəl televiziyada danışa bilən aparıcı var ki. Mən görməmişəm elə danışa bilən aparıcı. Onları hamısını cərimə yox, orada çıxartmaq lazımdır. Hər şey o televiziyanı dəyişmək lazımdır. Və Rusiyadan burada yayılan televiziyaları bağlamaq lazımdır. Baxın Putinə, görün necə açıq yalan danışır bu yalancı. События, которые произошли в Купянске, будут неизбежно повторяться и на других ключевых участках фронта. Может быть, не так быстро, как нам бы того хотелось, но неизбежно это будет повторяться. И в целом нас это ustраивает. Allah. Deyir Kupianskdakı o baş verən, yəni ki, oradakı evləri dağıtmaq, uşaqları öldürmək, bomba atmaq filan və olanı da almışıq deyir. O, qoy bütün dünya qorxsun bizdən. Ay kişi, bütün dünyanın qorxusudur bu. Amma beli boşdur, yalandan, heç nə yoxdur. Nə Areşniki var, nə Sarmatı atırdı, partladı o da, nə Baykanur hamısı partlayır, neftin də qiyməti düşüb. 3-4 ay dağılır, amma dağılanda orada qara saçlı insanları öldürəcəklər. Başa düşürsünüz, necə anladım sizə? Ay can qardaşlar, can bacılar, bu baş verəcək orada. Biz o tarixi əla bilirik və onların da psixologiyasını əla bilirik. Onlar bütün taksir atacaqlar sizin üstünüzə. Ay öldürürlər də girib 2 nəfərimizi öldürmədilər. İndi başımızı bir yerə qoyub çörmürlər orada. Sataşmırlar bize. Düzdür biz gaz yerişi yeritdik burada cavab verdik deyənə çəkiliblər adala. Biz de Tacik kim olsaydıq sizi orada bilirsiniz küçədə döyəcəklər sizi. Sadəcə biz cavab veririk və Türkiyə var. Qorxur deyənə. Amma yalan danışır. Bütün dünyana qorxuzur. Deyir Kupianskda qoy görsünlər Kupianskda necə olubsa bütün dünyada da belə olacaq. O yüzden bu bizim xeyrimizədir. Nasıl deyir Ustrayevət edir. Bizim xeyrimizədir. Amma belə vurub dağıdacağıq, alacağıq onu. Ağlar da bilməyib baxın Kupiansk Ukraynalı. Bugün göstərdim də. Bu danışıqdan 3 saat sonra Zelenski gəlir Kupianska, gedə bilər mi Kupianska? Şeydən çıxa bilmir, bunkerdən çıxa bilmir, qorxusundan. Gedə bilər ora. Düz döyüş meydanının içində, hələ orada kanonadlar eşidilirdi, silah səsi eşidilirdi, uzaqbaşı 100-150 metrindən gəlirdi o səslərdə, Zelenski orada olanda. Gedir deyir, Kupiansk bizdə deyə almışıq Kupianska. Bu yalan danışır. Niyə yalan danışır? Ancaq bir şey üçün, taxtabaş yaratmaq üçün. Amerikanın da o dövlət başçılarını taxtabaşlaşdırıb, alladır onları. Ki Amerika dövlət başçısı açıq deyir ki, Ukraynaya. O siz alacaq da ver geçsin də belə. Bu nədir? Biz də günlər görürük. Biz bütün qaydasız qanunlar, bütün belə də qanunların pozulması, qaydasız məqamları, qayda pozulanda biz Amerika üzümüzü tutardıq. Avropa heç onları qınamayacağım. Çünki onlar birləşməyi deyirsən. Mən yadınızda da buradan deyirdim ki, narahat olmayın, onlar birləşməyi bacarırlar. Onların ənənəsi var. Çünki xaç yürüşləri olub oradan. Onlar yenə birləşəcəklər. Birləşir. Deyirdim orada Beyjidə Spasaya Rusiya olacaq, Rusiyada oldu. Düzdür. Deyirdim bu yalan danışır, heç bir şey almır, orada taxtabaş yaradır. Nə deyirik o olacaq? Niyə? Yəni belə biz gələcəyi bilən, gələ dahi xeyri sadəcə tarixi bilirik. Bu bilmir o tarixi. Trump'ın heç xəbəri yoxdur. Deyir, nə almışsınız, deyir, olsun, ver geçsin də, deyir, olsun, gəl buranı alacaq da. Deyir, ala bilmir, bunun neçə, bir ildir yox, 14-cü ildən ilişib qalıb, ala bilmir buranı. Buradakı şəhərləri, kəndləri ala bilmir. Neyinir? O kənddə gündə 1000-5 nəfər ölür bunu. Dağılır içərisi. Deyir, yox, ver geçsin də, mən istəyirəm, sən verəsən, belə siyasət olar. Baxın, görün, Gerasimov necə yalan danışırdı. Bunun, bilmirəm də, rütbəli hərbiçisi, orada qərərgahın rəisidir, nədir. Neyse, baxın, Gerasimov görün necə yalan danışır. Российское руководство и само не знает, за что воюет в Украине. Воинские части и соединения группировки войск «Запад» сосредоточили основные усилия
на Краснолиманском направлении и на левом берегу реки Старый Оскол по разгрому окруженной группировки после взятия Купянска. Старый Оскол – это не река, а город в России в 100 километрах от линии фронта, а Купянск стоит на реке Оскол. Похоже, Герасимов равняется на своего начальника, который недавно придумал новый украинский город. Если на карту посмотреть, посмотреть, взгляд перевести на карту по восточной, северо-восточной, там дальше Комсомольск. Да ладно. Да? Значит, а севернее Комсомольска Купянск, Славянск, еще чуть по северо-восточнее Северск. Никакого Комсомольска в Украине не найти. Даже на картах 17 века, которые так любит Путин. Ay yoxdur şəhərlər orada. Bu yalan danışır. Bunun nəfəsi gedir, gəlir, yalandır. Da gözümüzün önündə də mən fikirləşmirəm ki, bunu yalan danışır da. Hələ bu yalan danışır. Altdan bunun vəkili kommentdə düdük yazır ki, dəyməyin, neyse, o çaşdırıb da yaşı var da, Komsomolsk yox, Kupiansk deyir. Axı Kupianskın adında çəkir orada. Nə qərargah rəisi oranı tanıyır. Görürsünüz, o Starый Oskol deyir, o çaymış orada, çay adıymış. Hələ şəhər ümumiyyətlə Rusiyanın ərazisindədir. Kupianskı gücdən yadına saldı. Xəbərləri yoxdur orada nə baş verir. Nəyinə lazımdır? Buraxıb ora ət kimi orada milyardlar ölür, milyardlar da olsa milyardlar qazanılır, orada pul gəlir, bunlar bütün silahları filanları, bütün nefti filanı sadab öz ciblərinə qoyurlar. Orada ölənlərin pulunu da kartla gedirlər, alırlar, büdcədən qoyurlar ciblərinə. Nəyinə lazımdır? Bəli, Rusiyanı da məhv eləyir. Biz nə deyirik? Biz deyirik, orada dağılacaq da. Biz nə deyirik? Biz deyirik, yox, bu milliyyətçidir. Bu milliyyətçi deyir, bu ucuzanda o işləri qoyur, o gedir Tacik uşağını öldürməyə onlara əmr eləyir. Yadınızdadır, Kalaşnikov, indi də var da Kalaşnikov, hələ tutmayıblar onu. Onun silahdaşı vardı, Girkin, o başlayıb bu müharibəni Donbassda. İndi o faşistlər var ha, hansı ki belə ultras, orada savaşı başlayan, ölümə gedən zabitlər özə deyir ki, dayan, uduzuruq biz. Dayan, Ukraynalılar güclüdür, bütün dünya onlara, Avropa birləşib bizi məhv eləyəcəklər. Deyirlər ona dayan. Yox, o isə taxtabaşları alırlar, yox, xəbəriz yoxdur, kameran da xəbər. Orada bir də kəndi alırlar hər gün, kalpasa, deyə, o taxtabaşları heç nə eləyə bilməyəcəklər. Onlar ancaq qiymət eləyirlər mətbəxdə filəndə, bir də ki, hansısa düdük orada nəsə yaza bilər də, kommentdə, hansısa o yaza bilər, və salam, o qədər. Amma sahədə nə baş verir? Baxın, görün Kalaşnikov nə danışır Rus ordusu barəsində. Но поверьте, наши войска сильно изношены, утомлены, измотаны. Вот, каждый, кто там был, это прекрасно знает. И поэтому, в силу стратегических просчетов, мы и зашли в такое положение, вот, согласно, вернее, в таком положении, выйдем мы к Запорожью. Вы представляете, что такое бои за миллионный город? Он вообще может стать могилой для вооруженных сил Российской Федерации. Грозный, вспомните? Вот, и до этого какой-нибудь, знаете, Вуковар 91-го года или Сталинград 42-го года. Сами знаете, что такое городские бои. 4 ilə gedib belinə çıxmışlar. Bunlar yox. Ukraynalılar, Azərbaycanlılar, Tatarlar, Özbəklər, Qırğızlar, bütün də burada yaşayan xalqlar o vaxtı gedib ora çıxmışlar, amma İngiltərənin Amerikanın köməyi ilə. 4 ilə müharibədə gedirsən, çıxırsan belinə də, oradan Amerika vurur, buradan İngiltərə vurur, hücuma keçirsən. İndi 4 ildə ilişib qalıb Kupianskda. Onu da aldılar əlindən. 4 ildə ilişib qalıb orada. Əslində 2014-cü ildə onu almaq istəyir, ala bilmir. Yəni 11 ildir ki, oranı ala bilmir. Və bu bir Rus zabitidir. Mən onu tərifləməm, nifrət eləyirəm ona. O bir şovinistdir. Amma öz milləti üçün, özdə ki, biz uduzmuşuq, ordu yorulub, qışa ümumiyyətlə çıxa bilməyəcəyik, günə 1000-1500 nəfər ölür. 1000-1500 nəfər günə o... Nə olsun, alkaşdır? Hamısı alkaş deyirlər ki, həm də o millət elə özələdir də əksəriyyəti də. Necədirlər ki, göstərəcəm sizə necədirlər. Görün, arvadları nə danışırlar. Hər gün biz deyir, məğlub oluruq. Amma bu təkdir bir, Prigojin danışırdı, bəlkə bunu da öldürəcəklər. Öldürməklə ciddi dəyişilmir. Navalnini öldürdülər, Nemtsovu öldürdülər, hamısı deyirdilər. Rusiyada danışanlar var idi. Hamısını öldürdülər, bu balaca civəlli hamısını öldürüb. Və təbii ki, Prigojin, görün nə öldürənə sonra da bir şey də fikirləşəmirlər. Deyir, içəridə vuruşu Prigojinlə kimdənsə. Hissəni qumbaranı çəkib, təyyarənin içində Prigojin qumbara çəkib kimə satıb.
Pipetka, mən başqa söz tapa bilmirəm. Qalava как pipetka, понимаешь? Вот именно pipetka. Yəni ki, bu zabitdir, deyir ki, belədir. Prigojin o vaxt deyirdi. Görün Prigojin hələ o vaxt nə deyib? Qulasım Prigojina. По-хамски прошли с сапогами по всей территории в поисках нацистов. Пока искали нацистов, наколбасили всех, кого можем. Подошли к Киеву, потом, русским языком называю, обосрались и отошли. Дальше к Херсону, обосрались, отошли. И как-то у нас все вот не складывается. И если у них было на начало спецоперации условных 500 танков, у них 5000 танков. Если у них воевать умело 20 тысяч человек, то теперь умеет воевать 400 тысяч. А сейчас уже 800 тысяч. Как же мы ее демилитаризировали? Получается, что наоборот мы ее хрен знает как милитаризировали. Я думаю, что украинцы сегодня это одна из сильнейших армий. У них высокий уровень организации, высокий уровень подготовки, высокий уровень разведки. У них есть различное вооружение. И более того, они работают на любых системах. На советских, на натовских. Мы устроили эту драку. Есть соседи, и они поругались. Но если тебя сосед послал на 3 буквы, а ты взял топор и уебал ему по башке, то это какая-то уже такая ситуация, да, странная. Вот ядерная бомба — это топор. Не надо за соседом бегать. Bu Prigojindir. Bunu öldürüb. Təyyarədə vurublar, raketlə vurdular, öldürdülər. Və bu Kiyevin ətrafında vuruşan həm Rus qvardiyası, bilmirəm o Tamanski polk, Kantemirivski polk, hamısını öldürdülər Ukraynalar onlarında. Əsas bunların o hərbi qüvvəsini orada məhv elədilər Kiyevin ətrafında. Bu isə orada ÇVK Wagnerlə vuruşurdu və deyir ki, biz Kiyevin ətrafında tumanımızı batırdıq, qaçdıq. Əki özü deyir, özü. Ay orada komment yazan kim o? Özü deyir, vuruşan, ölüm görən və öldürülən, özü deyir ki, tumanımızı batırdıq, qaçdıq. Özü deyir. O sonra da deyir ki, əvvəl Putin deyir ki, biz oraya elə belə almağa getməmişdik ki, deyir oranı. Bu burada taxtabaşı verirlər, deyir, bəs oraya almağa getməyibmiş. Deyirəm, sən, yəni başın xarabdır sənin. Hə? Necə almağa getməmişdik? Orada minlərlə adam öldürüblər. Uduzdular, şillərini qoydular ki, burada da bəzi siyasətçilər deyirlər, gələ Türkiyədə o vaxtdan danışıb diyanı idi. Ya bunlar işləyirlər Putinə ki, o sözü deyən Putinə işləyir. Taxtabaş söyləyir, işləyir o. O sözü deyən işləyir. Onun başqa cür ola bilməz. Hə, onu sübut eləmək mümkün deyil bu sözlə, amma hər şey göz önündədir. Kim kimə edir, nə danışırsınız siz? Hər şeyi biz görürük. Xalq da artıq hər şey, millət də hər şey, kim kimə işlədiyini əla bilir. Əla bilir. Prigojin deyir ki, Kiyevin ətrafından tumanımızı batırdıq, qaçdıq. Ukraynalar bizi. Sonra deyir ki, Xerson ətrafından 1100-dən artıq insan baxır, əziz dostlar. Siz bu like işarəsini tıklayın ki, daha çox insan bizə eşitsin. 1100 like olsun orada, görəcəksiniz ki, nə qədər insan bizi sonra daha verişdən sonra izləməyi, rəqəmi nə qədər çox olacaq. Baxın, adam deyir ki, Xersonun ətrafından, bir 3 il bundan, 2 il bundan əvvəl deyib bunu, tumanımızı batırdıq, elə deyir. Mən dediyim kimi rusçasını deyir, hələ mən biraz yumuşaq deyirəm, batırdıq, qaçdıq. Xersonu, müharibə başlayandan 4 ildən bu yana, Ukrayna qabağa gedib, Rusiya yox, ay taxtabaş. O Xersonu alıb, Xarkovun ətrafını alıb, silah versəydi vaxtında Biden, o da divara salam verirdi və Avropada biraz ayılsaydı bugünkü kimi, Moskvaya kimi gedəcəkdi Ukraynalar. Vermədilər ki. Amma bu dünəndir. Yəni Rusiya nə deyir? Deyir demilitarizasiya, denazifikasiya da Putin üçün deyir. Deyir, demilitarizasiya yəni bunun ordusu olmamalıdır, düzdür. İndi Avropa sənin hələ xahişindən sonra, sənin tələbindən sonra ortalığa sənəd çıxardır və deyir ki, müharibə dayansa Ukraynaya 800 minlik ordu saxlamağa icazə verəcəyik, pulunu da biz verəcəyik Avropa. Necə demilitarizasiya eləmirsən oranı? Sən oranı militarizasiya eləmirsən. Dünyanın ən güclü ordusuna çevrilib Ukrayna. Gücün çatmır. Kalpasalarla da öyle. Gücün çatmır. Sonra 800 mini, bu Prigojin deyir ki, başlayanda 20 min idi ordusu. Hətta bu Ukrayna nə boyda ordu olsa oraya, balaca ölkədir də, bu Rusiyanın yanında çox balacadır da, olduqca balacadır. 20 min ordusu vardı, deyir indi 400 min deyir indi ordusu var. Orada səfərbərlik hamısı yığışıblar. Amma bunun dövründə 400 min, indi 1 milyon ordusu var. 1 milyon, o artacaq o gənə də. Hələ Fransa ordusu da gələcək, Alman ordusu. Hələ Türk ordusunun orada işləri var. O Krım nə onlarındır, nə onlarındır. O Krım Türk torpağıdır. Bu müharibə sadəcə, ay saxlayın, dayandı, bəs Putin deyir, xeyr, bu daha dayanmayacaq. Bu səhv deyil, bu cinayətdir.
ərazi bütövlüyü, beynəlxalq hüquq pozulursa və Amerikanın dövlət başçısı ona rəvac verirsə ki, sən zəifsən, o güclüdür də qoydu. Onda bütün güclülər vurub zəifləri dağıdacaqlar, öləcəklər. Monaco bu boyda ölkədir. Liechtenstein, Alman bu zaman başı dönsə, neyinizə Liechtenstein orada? Ərəb ölkələri var. Bəs Səddamı niyə vurdular? Amerika qoyub Küveytə girmişdi də. O qədər balaca ölkə var ki. Balaca ölkələr nə etməlidirlər? Güclü deməli, güclüdürsə gəlib onun altına girməlidirlər. Bu Trump'ın bu günlərin təəssüf ki, Amerikanın prezidentinin məntiqinə görə belədir. Bax bu Prigojinin dediyi. Gəlin indi baxaq görək oradakı o hərbiçilərin arvadları nə deyirlər. Bəlkə başqa cürdür deyir, ala gedirik, qabağa Kamran da yalan danışır, Prigojin da yalan danışır, Kalaşnikov da yalan danışır. Putin bir dənə düz deyir. O Kupianskıda yalan danışdığın eybi yoxdur, amma düz deyir o, düz deyir. Biz görürük ki, o yalan danışır. Bəlkə belə deyir, baxın görün orada vuruşanın arvadı nə danışır. Нашу страну убавляет. Поэтому, братан, я в Минку не иду. Да не надо, братан, что ты в Минске будешь? Что, мясо? Я подготовленный. У меня муж ушел воевать, и ушло с ним 42 человека. Спроси, хоть один из них живой? Нет. Ни одного из них нет. Муж продержался больше всех. Полгода муж простоял. Садиком был. А потом приказ, вот как его, Евкадимов. Он их в один конец. У меня другу оторвало 2 ноги и руку. И он не смог выйти, потому что он просто не смог выйти. Его нет. Нет моего мужа, нет моих друзей, нет никого. Bir sürü eyfunet var orada. Baxın bunların sifətinə. Bunlar adamdır. Belə adam olmur. Piçikantrip ondan ağıllıdır. Neandertal insan bunlardan ağıllıdır. Hamısı deyir, ərim də gedib ölüb, oradan 45 nəfər getmişdi. Bir nəfər sağ deyir, hamısı ölüb. Rus millətini məhv eləyir Putin. Əslində, tarix üçün böyük xidmət edir. Amma o dövlətdə bizim soydaşlarımız yaşayırlar. Tatarlar, mən Azərbaycanlıları, təbii bizim öz millətimiz, amma Tatarlar, Başqırlar, Çuvaşlar və onları da qırıb tarır da, onların da özü ilə birlikdə, onların səsi çıxmır. Buna baxın bunun sifətinə. Bax, bunun evladı 100% gedib o tacıqı orada öldürəcək. Çünki bu, bax, sifətinə baxın onların. Yəni, nəsə insani hansısa bir his görürsünüzmü bunların baxışlarına filanlarına? Bu birisi deyir, mən dəliyəm oraya gedim qeyb ölüm və gizlənmişəm burada. İnandırım sizi ki, bu video qutaran kimi orada çalıb oynayırlar, onun heç ərizat vecinə deyil, heç nə. O birisi niyə ağlayır? Pulun verməyiblər yalan. Pulun verməyiblər, ancaq ona görə ağlayır. Və bu faktor, indi deyirik ki, efirləri bağlayın da Azərbaycana yayılan Rus, axı, nəyi gözləyirik biz, kimi gözləyirik? Bu adam faşizm təbliğ eləyir. Əgər bütün günü yaltaqlıq eləyib Putin tərəfləsəydilər, heç kimdən işləri yoxdur da tərəfləsinlər ki, o dahidir, o böyükdür, o biləndir, və ancaq Ukraynanın əleyhinə danışırlar. Deyərdi ki, müharibənin içindədirlər, onların da siyasətləri var. Xeyr, heç bizim əleyhimizə danışır, bizi söyür oradan, Türkiyəni söyür bütün günü. Biz onu niyə bağlamırıq? Nə cərimə, hansı 500 manat, wow dedi, bilməm, okey dedi, filan dedi, nə cərimə? O aparsa danışa bilmirlər, bayaq dediyim kimi. Onlar oradan çıxartmaq lazımdır. Televiziyanın cərimələrlə düzəltmək mümkündür. Bu yol hərəkət qaydaları da öyle, bilməm kimlərə nə veriliblərsə, deyəsən tərs veriblər gənə. Televiziyanı kimə tapşırıblarsa, böyle bir cərimə, ora radar qoyacaqsan da, qoy radarı da. Bunlardan canımızı qurtarmaq lazımdır. Amma bu hələ qorxulu deyil. Baxın, görün Solovyov nə danışır, baxın bunu. Послушать кремлевскую пропаганду, так половину государств на современной политической карте Евразии создала Москва. Существование современной объединенной Германии возможно было только благодаря лично руководству Советского Союза. Российская империя, либо СССР, по мнению пропагандистов, создали и Германию, и Финляндию, и даже Польшу. Не было никакой Финляндии вообще. Ее просто не существовало. Никогда. Финляндия как государство возникла благодаря Российской империи. Ну, много всего нас создавали, да? Финляндию мы, Польшу мы... Ряд государств Европы мы создали. Вот кто-то нам спасибо сказал. Какой бы длинной ни была история государственности отдельных народов, как утверждает пропаганда, не существовало ни Казахстана, ни Узбекистана, ни Молдовы, ни стран Балтии. Грузии и Армении без России тоже якобы не существовало бы. Никогда не было таких стран при Балтике. Была территория Российской империи. Никакого Азербайджана в истории
до 1917 года не существовало. Его придумала советская власть, которая с упорством умалишенных раздавала государственность всем, кому не лень. О том, что создатель Украины лично Ленин, неоднократно заявлял Владимир Путин. Создателем современной Украины является никто иной, как Владимир Ильич Ленин. Ну чего, мол, украинцы ненавидят Ленина, ведь он создал Украину. Ну а современную Россию, как не устают утверждать пропагандисты, лично Путин и создал. Владимир Владимирович Путин эту страну, давайте прям честно говорить, он ее создал. Отказывать соседним государствам в праве на суверенитет – излюбленный прием кремлевской пропаганды. Мол, их независимость – это подарок Москвы. На самом деле, многие из стран, соседствующие с Россией, имеют многовековую государственность. А что касается независимости, то обрели они ее снова после крушения Российской, а затем и Советской империи. Deyir ki, bütün Zakharova deyirdi. Deyir, Polşa var, Polşanı biz yaratmışıq. Lenin yaradıb. Nə qədər buradan sən danışsan da taxtabaş ona qulaq asacaq. Ona görə deyirəm, bağlayın. O Kamrana qulaq asmır ki. Qulaq assa da o mənə inanmayacaq. Girib Wikipediyada da görsə, tarixdə sonra gən ona inanacaq. Çünki o çumonun biridir, onun çumosudur. Ona inanacaq. Lenin 1920-ci ildə 11-ci ordunu bura göndərdi, bizi qanımıza qəltan elədi. 11-ci oldu, bizim ona gücümüz çatmırdı da o vaxt dövrdə də. Düzdür, Türkiyənin də özü 1920-ci ildə bölünmüşdü. Sevr müqaviləsi qoyulmuşdu, Türkiyə yox idi, Osmanlı dağılmışdı. Hələ 1923-də yaranacaq böyük Mustafa Kemal Atatürk və onun əqidədaşları, islahdaşları yaradacaqlar Türkiyəni. Amma o demək deyil ki, Türklərin orada dövləti yoxdur. Başa düşürsünüz? Deyəcək Lenin, onu da Lenin kömək eləyib. Hamısını Lenin eləyib. Hə, deyirlər ben Lenin oranı yaradıb. Bu alçaq burada danışacaq. Onlar da ancaq onlara işləyirlər. Deyir ki, Zakharova, Polşa yoxdur. Yaxşı, birincisi Lenin bura 20-ci Qızıl Ordunu göndərəndə bir ordunu da, hətta iki ordunu, Tuxaçevski və Budyonlunun komandalığı altında Polşaya göndərmişdi. Bax, eynən Prigojin dediyi kimi şalvarlarına batırıb qaçdılar. Polyaklar onları sındırdı. Polşa Rusiya qalib gəldi 1920-ci ildə. Biz əgərlərin birlik olsaydı bizdə Təbrizlə filan, hamımız Türklüyümüzü anlasaydıq, Turan düşüncəmiz olsaydı, biz 20-ci ildə biz də qalib gələcəkdik ona. Yox idi axı, qırmızı bayraqla çıxan orada mənim taxtabaşlar vardı burada. Sonra hamısı Ruslar güllələdilər, özləri gülləliyirlər. Çünki onlar öz çumolarını hepsi gülləliyirlər. Öldürürlər, aşağılayırlar, ayaqqabı təmizlətdirirlər. Mənim də o vaxt Musa Bəyevlər vardı, Çingiz İldirimlər filanlar vardı. Qırmızı bayraq burada doluydular onlar. İndikindən daha çox idi. Daha çox idi. Ki, yəni gəlsin, belə çar gəlsin, hökumət gəlsin. Bu yəni elə bildi ki, Lenin elə çardır. Təzədən gələcək və alacaq, bunların evin zadını filanı qaytaracaq. Yəni ki, amma 1920-ci ildə Polşaya gələn Tuxaçevskinin və Budyonunun rəhbəri altındakı ordu polyaklara uduzub. Zakharova deyir, necə ki, o tarixdə yazıblar, bütün müharibələri bunlar udublar. Bunlar bütün müharibələri uduzublar. Necə Zakharova və Putin yalan danışır bugün Kupiansk haqqında, bu da Polşa haqqında. Bütün tarixləri də elə yalandır. Yalandır. 1920-ci ildə Rusiya Polşa dövlətinə və ordusuna uduzub. Həmən o Tuxaçevski ilə Budyonu ilə. Yaxşı, Pajarski Mininə heykəl qoymuşsunuz Moskvanın mərkəzində. O Pajar birincisi Minin Tatardır, Rus deyil. Pajarski də özü Polyakdır. Pajarski də Polyak familiyasıdır da. Pajarski Polyak familiyasıdır. Heç biri də Rus deyil, o da yalandır. Amma onlar kimə qarşı vuruşublar? O dövrdə. Ağpanlara qarşı. Polşa dövləti idi o. Polşa dövləti Avropanın ən qüdrətli dövlətlərindən biri. Amma Zakharova deyir ki, elə dövləti yoxdur. Solovyov deyir. Bunların bütün bu yalancı buradakı alimləri filanları deyirlər. Niyə? Çünki inandırsın ki, o Taciki öldürənə ki, bunlar heç kimdirlər. Ged öldür bunları, özü tutmayacağım səni. Onun üçün deyir bunu. Ben niyə bağlamırıq yaxşı bu kanalları? Ne üçün? Sual. Ne bizdə də belə taxtabaşlar. Niyə məktəblərini bağlamırıq? Niyə? Çünki onun məktəbdə də keçirlər. Həmən Pyotr orada keçir, həmən Kulikov orada keçir, o güya müharibələri qalib gəlib, onu orada keçir. Niyə bizim evladımız gedib bunların yalanlarını öyrəm, sonra blə deyə düşməlidir ortalığa? Niyə? Ne üçün? Hansı taxtabaş burada bundan həzz alır? Ben onu anlaya bilmirəm. İş gedir, daha yaxşı gedəcək və mütləq biz bunların ayrı olacağıq. Dövlətin içində olduqca milli düşüncəli, olduqca milli qeyrətli və cəsarətli adamlarımız var. Bəli, sinergetik bir effekt olmalıdır. Yavaş-yavaş bizim işimiz demək də onların iş eləməkdir. Bağlamaq lazımdır. Bağlamaq lazımdır. Bunlara imkan vermək olmaz burada belə cinayətkarlar yaratsınlar. Baxın, indi Solovyovu sizə göstərdim. Baxın, görün,
Buradan deyirik ki, ora iqtisadi çəkinliklərdir, nefti düşəcək, orada aclıq başlayacaq yavaş-yavaş. Arıqmayın, bir 7-8 ay gözləyin. Orada çox böyük rəzalət olacaq. Hələ milli ədavətdən başqa iqtisadi çətinlik olacaq. Bəs də Kamran, otmuşuq burada sən restoranda, keyfimiz kökdə, heç müharibənin burada heç kim hiss eləmir, nə danışsan. O yazan 100% burada mikrorayonda oturur. 100% buradadır. Rusiyada yaşayan bunu yazmaz, heç vaxt yazmaz. Heç vaxt. İndi kommentlərdə görəcəksiniz. Baxın, yazın əziz dostlar, hansı ölkədən, hansı şəhərdən baxırsınızsa onu yazın, görsünlər, tamaşaçılar da görsünlər. Görəcəksiniz nə qədər komment olacaq. Burada like içərisində tıklayın ki, daha çox insan görsünüz o kommentləri. Görəcəksiniz ki, deyəcəklər Kamran, sən düz deyirsən. Min əzabla burada pul qazanırıq, biz işləyirik burada. Bunların dədəsinə borcumuz var, gedirik məktəbdə uşağımızı öldürür. Hə? Borcumuz var onların. Bizim adamımız Rumuniyada da işləyir, Macaristanda da işləyir, Almaniyada işləyir, bizdə də işləyirlər də, bizdə yoxdur başqa millətlər. Hər yerdə işləyirlər bizim adamlarımız. O demək deyir ki, o Almaniyanın çörəyin yeri, o da Amerikanın. O öz əməyi ilə orada işləyir və Almaniyanın vergisini verir, o dövlətə xeyir verir. Yox, orada taxtabaş yaratmaq istəyir ki, belə gedib onlar döysün, söysün, o səsini çıxartmasın. Bax, bunun işi ancaq bundan ibarətdir. Baxın Peterdə, Peterburg küçədə, görün, Rus sözü çəkir də, baxın, görün nə gündədir oradakı biznes. Позакрывались магазины, иду по Невскому, кофейня закрылась, магазин закрылся, закрылась. Магазин одежды закрылась, аренда, закрылась, аренда, закрылась, продажа, закрылась и вообще давно идет ремонт. Аренда закрылась. Сейчас реалии декабря 25 года. Dekabr 25-ci il bağlanır dükkanlar, arenda. Kimə verirsən arendaya? Heç tacik də götürməyəcək onu. Çünki dağılır ora. Başa düşürsünüz, dağılır. Bu imperiyanın sonudur. Biz sadəcə sizi o sonundakı dağılan daşının binasının altında qalmayasınız deyənə, obrazda danışıram. Buradan bilgiləri veririk. Əziz qardaşlarımıza, bacılarımıza. Ora dağılır. Bizdə özümüzdən Targovu dediyiniz yer var ya, buradakı bunların dilinə öyrəşənləri deyirəm, ona Targovu deyirlər ora. Yəni 28 may küçəsində. Yəni Targovu dediyiniz yer var ya, orada belə bir dənə arendaya verilən dükan tapa bilərsiniz. Bu Peterburgun mərkəzi deyə. Bu belə də olmalıdır. Başqa cür ola bilməz. Ukrayna irəliləyirmi? Ukrayna. Tarixdə ilk dəfə, hərb tarixində ilk dəfə, diqqət. Həyəcan. Bütün hərb tarixində ilk dəfə Ukrayna qurudan Rusların sualtı qayığını vurub. Mənim üçün də oradan çox gülməlidir. Sualtı qayığı başqa sualtı qayığı vura bilər də, torpedinə filan vura bilər. Ya da ki, böyük kreyser filan olan torpedaları var da. Sualtı dron hardadır? O necədir? Necə sualtı qayığı vurur? Harda vurur? Ukrayna mı vurub bunu? Xəzər dənizində, tankerlər Xəzər dənizində. Rusların tankerləri, hətta şelf, neft şelfi və o vuruldu, bitdi 2 milyardlı o şelfin biri. Vuruldu, oradan çıxan quyu var, neft quyusu da yoxdur, qutardı. Onsa neft çıxarmada Rusiya sərf eləməyəcək. Neftin qiyməti 60 dollardır, Brent'in qiyməti. Deməli, onlar 35 dollara satırlar. Öz neftlərin adı, nədir onların neftlərin adı? Yəni adı var orada da. Urals. Onu 35 dollara satırlar. 35 dollar, bu 38-40 dollara başa gəlir onu çıxartmaq Rusiyada. 35 dollara nə qədər satacaq onu? Məhv olur ora. Ona görə dükanlar bağlanır. Nə demişdik, o olur. Harasıdır. O hərbiçilər, müharibə güclə Rusiya saxladacaqlar onu. Çünki özü saxlayacaq. Çünki pis vəziyyətdədir. Milli ədavət salacaq və oradan o hərbiçilər əllərindəki o silahla qayıdacaqlar. Görün onda nə baş verəcək? Onda gec olacaq. İndi də gec deyil artıq, amma hələ də gec deyil məqamı var. Onu demək istəyirik. Gözləyirsə ki, Ruslar qalxacaq, heç vaxt qalxmayacaqlar. Başa düşün, 1917-ci ildəki ilə 2025-ci il Rusiya tamamilə fərqlidir. Orada cavan insanlar çox idi. Hər evdə 5-6 uşaq vardı. Aclıq idi Sibirdə, əyalətlərdə onlar yığışmışlar şəhərlərə və onlar inqilabçı idilər. Onların hamısını Stalin və Lenin hamısını güllələdi. Onlar yoxdular. Bu ölkə o ölkə deyil. Şaxta da ac qalacaq, evdə donacaq, başa düşürsünüz, küçəyə çıxacaq və deyəcək Putin sağ olsun, biz ona özümüz istəyirik ki, xahiş edirik ondan. Heç vaxt ayağa qalxmayacaqlar bunlar. Ona ümidimiz olmasın. Mən ona 100% deyirəm. 100%. Amma Aleksandr Sergeyeviç Pushkin deyir, Ruski bundan samı besmıslenli bespashnyadır. Mənasız olan məqamda orada kriminal qalxacaq.
Orada milli ədəbiyyat düşəcək, öldürəcəklər. Odur var Ruski bund. Pushkin bunları yaxşı tanıyır. Əla tanıyır bunları və baxın görün. Piteri göstərdim sizə. Bunların tutduğu şəhərlər var da. Deməli, sualtı qayığını gəlin göstərək necə vurublar. Baxın, gəlin onun videosuna baxaq, görün. Rusların sualtı qayığını necə vururlar. Buna baxın, bax, dayanıb. Novorosiyskdir bura. Qaradənizə əsas limanlarıdır Rusların. Bax, dayanıb görünmür. Məncə o su altındadır. Baxın. Baxın, hoppa. Novorosiyskdə limanda dayanan su altı qayığı məhv elədilər. Bu hələ başlanğıcdır. Başlanğıcdır. Soruşun deyəcək, yo, heç nə elə şey yoxdur. Oradan dronun qırığı gəlib düşür, orada pajar baş verir. Kimsə sigareti düz çəkir. Vay, bu nəfəsi yalancıdır da, ancaq yalan danışır. Başqa bir şey bacarmırlar. Baxın, indi sizə Donbassda gözəllik konkursu keçirirlər. Su yox, çirkabın içində də unitaza tökməyə su yoxdur. İndi özlərini demirəm, yumaq, onlar özlərini yumurlar da, mənim şoncularım üçün deyirəm ki, ifunətlidirlər. Amma unitazda su tökməlisən də, orada su yoxdur. Əl-üzlərin yumağa su yoxdur, əl-ayaqların yumağa su yoxdur, ifunətin içində batırırlar. Bunlar orada gözəllik konkursu keçirirlər. Görün, gözəllik konkursu seçdiklərin sifətinə baxın. На эту полюбуйтесь, красотку. Донбасс. Мисс ДНР радуется подарком в условиях русского мира. Дайте, пожалуйста, воду республике. Крик о помощи. Воду дайте. Андреевская некуда цветы ставить. Нет воды совсем. Когда на нее от жителей посыпался хейт, мол, нам пить нечего, а тебе цветы ставить некуда, она написала: не надо меня недооценивать, и отношение мужчины ко мне тоже. Цветы привез вместе с водой. Чтобы покорить сердце мисс Москвы, нужно купить спорткар. Мисс Сызрани — последний iPhone. Мисс ДНР — воды пятак и пакетиков на неделю. Vəssalam. Yəni, burada deyə bilərəm ki, bizim seçilmiş gözəllərdən heç fərqlənmir. Necə ola bilər gözəllik konkursunda gözəl seçirsən, burnu düzəlmiş olsun, ağzı düzəlmiş olsun, çənəsi düzəlmiş olsun, qaşı düzəlmiş olsun, gözünə başqa, bəsdir də, ayıbdır. Ayıbdır. Vallahi ayıbdır. Öyrənmişsiniz bunlardan yalanı da. Bir kişiliyiz olsun, kişi. Bir kişi yalan danışmaz, eşitmişsiniz də nədir? Kişi, yəni biz erkəklikdən danışmırıq, kişi adamdır, adam. Görürsünüz, biz Tövratdan əvvəl də insana adam demişik. Adam, bizim dilimizdə insan adamdır. Adam da yalan danışar, utanmırsınız ara. Və mən sizə əmin edirəm ki, bizim həmən o konkursa qalib gələnlərin soruşurlar, Putin tərifləyəcəklər. Çünki bu psixolojinin içindədirlər, onlar budurlar. İndi bu gül bağışlayıblar, gülü suya qoymağa su yoxdur. Oradan şikayət edir telefonu ilə ki, mən su bıraxın Donetskə. Niyə? Çünki mən deyir, gülümü qoymağa su yoxdur. Oradan da bunu söylürlər ki, biz yumuna bilmirik, içmə bilmirik, ağzımızı, dişimizi yumuruq, tuvaletə su yoxdur, tökməyə, tuvaletə. Sən deyir, gülü qoymağı su istəyirsən filan. Yəni, bu hal, Donetsk dünyanın ən inkişaf etmiş, ən gözəl şəhərlərindən biri idi. Elə futbol komandası ilə də, Gorod Roz deyirlər, qızıl güllər. Yəni, o gül orada niyə bitirdi? Sulamasan qızıl gül bitər. Hamısından çox su lazımdır ona. Hər yer su idi orada, fontanlar işləyirdi. Necə indi Ukrayna başqa şəhərləri hər yerdə fontan işləmir, hər yerdə. Ukraynada benzin o sürü növbələri yoxdur. Baxmayaraq ki, öz benzini, qazı yoxdur. Rusiyada benzin də, qaz da yoxdur. Növbə də var, evdə də qaz yoxdur. Donurlar, kranda da su yoxdur. Bunu istəyir, burada gəlib, burada bunu yaratsın. Sovet dönəmi də belə idi. Gündə bir saat versəydilər, qəfədanı, bank, bilmirəm də, balonu nə gəldi, doldurub qoyurduq ora. Keçən də bir mozolanda göstərdim. Yazdı. Sonra onu belə biri tökürdü, dişimizi... Çox tökmə. Yəni, dişimi yum. Biz belə, bu idi da. Niyə yalan danışırsın? Nə kalpasa? Heç diş pastası var idi. İndi göt orada 1000 dənə diş pastası, bilmirsən hansını alasan, bilmirsən hansını çeşitdən. Yox idi diş pastası. Bir belə paraşok var idi. Tökülürdü belə, toz tökülürdü. Ağzın, burnun hamısı palçığa dönürdü. İlk dəfə Bolqariyadan bir meri gəldi. 80-ci illərin axırı idi. Bir də Misirdən Kalinos adlı belə diş pastası. Biz onda gördük ki, diş pastası köpüklənirmiş və ondan yaxşı ətir gəlirmiş. Və dişi də biz səhər-axşam evdə belə öyrəliblər. Yuyurduq səhər-axşam, amma onunla yuyurduq da, o şeylə. Həmən o paraşok deyirlər, onunla paraşok. Onunla yuyurduq. Bax, indi bax, döndərib ona su yox. Onun veci nədir? Veci nədir Putinin? Yox. Gerasim veci nədir? Yox. Kupyas alındı, verildi, öldü, kim qaldı? Nə veci nədir ki? Veci nə deyil. Taxtabaş ancaq yaradır ki, o onun əvəzinə danışsın. Baxın, biz indi sizə
Donbasdan gözəllik göstərdik. Amma gəlin Donbasın həmən o sudan əziyyət çəkən bir qadınını göstərək. Görün bu nə danışır, buna baxın. Нет воды вообще совсем. Она ужасного качества, она тоненькой струей, ничего не работает. Принять душ невозможно. У меня китайский душ из тазика, который кидается погружной в тазик, тазик греется на газе, хотя бы газ есть. И вот так вот моемся. Для того, чтобы помыть там мои патлы промыть, это надо идти в сауну, потому что ну негде больше промыть. Стиралка не запускается, приходится ходить в прачечную. Струя очень тонкая. Вот так. Унитаз мы заливаем доместосом, потому что нет такого количества воды для смыва. Eşidirsiniz, unitaza domestos tökürlər ki, heç olmasa ara bilirsiniz oradan evə girmək olar. Təsəvvürünüzü gətirin də. Budur hal. Budur Rusiyanın halı. Bu bütün Rusiyaya yayılacaq. Darıxmayın. Qış gəlir öndən, onlar vuracaqlar oradakı o elektrik şəbəkələrini, qaz şəbəkələrini Ukrayna. Ukrayna vurursan da vuracaqsan da. Ukrayna qabağını heç kim ala bilməz. Trump alası deyil onların qabağını. Mümkün deyil. Mümkün deyil. Və mən sizə deyim ki, vaxt Sovet dönəmində də belə idi. Belə idi, bu faktdır. O mozalanı mən çəkməmişəm. Eyvaz Borçallı çəkib. Niyə çəkib? Çünki belə idi. Rüşvət də belə idi. Korrupsiyada avtobusda bir-birinin belinə də minirlər, amma bir-birinin belinə minənlər var da. Onların sadəcə dezodorantı yox idi, ətiri yox idi, diş pastası yox idi deyənə, su da yox idi deyənə, ora minsə, indiki adam gəlib orada o avtobusa minsə, ürəyə o saat deyənə olur. Amma Çin də belə idi. Çin 1 milyard yarım, yəni 1 milyard yarımı 500 milyon deyək. Biz o 500 milyonun 10 milyonu yığıq. Biz Çinin 1% də deyirik, yarım faiz də deyirik. Başa düşürsünüz? Yəni Çinin 10%, 150 milyon deyil, düz deyil. 1% 15 milyon deyil. 1%. Biz ancaq onu təsəvvürə gətirirsiniz, 1 milyard yarım adam dişini yumasın. Niyə? Çünki yoldaş Mao Zedong o dişləri, o burjuaziya, imperialistlərdən qalmış hamısıza axmaq bir adətdir bizə. Biz dişli filanı yumarıq. Biz kişi də diş var. Təsəvvürə gətirirsiniz, Mao Zedong bütün ölkədə nə ifunət gəlirmiş. Amma indi baxın Şanxay şəhərinə, bir baxın. Bax, bura Çindir, bax. Şəhərin adı Şanxaydır, baxın. Sovet dönəmindən çıxandan sonra, onlar da komünizmdir orada da. İndi kapitalizmdir. Adın komünizm qoyurlar mı? Kapitalizmdir. Orada varlar, milyarderlər var ya, Alibaba şirkəti falan, o birisi, Huawei. Baxın, görün, bu Şanxaydır. Bu, görürsünüz, cəmsi 40 ilə. Buna baxın, Şanxaya, baxın. Bu New York deyil, Texas da deyil, Las Vegas da deyil. Bu Şanxaydır. Orada da insanlar Azərbaycanda xarabalıq yerlərin adı Şanxay idi. Bakılılar yaxşı bilirlər. Və Keşilədə filan da hər yerdə var idi. Yəni orada ən qoca gecəqondu deyirlər də. Buradan Naxalstroy deyirlər ona. Türkiyədə gecə qəşəng sözdür, gecəqondu. Gecəqondu tikirdi, kimsə rayondan filandan gəlməsə bir şey tikirdi. İndi Sovet hökuməti gəlib hamısı sökülməyəcək ki. Hələ bizə necə divarı bir kardonla, stolüstü futbol filan oynayırlar. Onunla bir şey düzəldirirlər, bir şey düz dəmir yolunun qırağında və o məhlələrin adı Şanxaydır. Niyə? Çünki Şanxay özü elə gündə idi ki, bayaq dediyim kimi diş yumuyu belə çirkabın içində idi ki, o küçələri Şanxaya bənzədirirlər. Şanxayı görürsünüz. Amma indi bizdə də o küçələr, düzdür, Şanxay deyil, şəhərimiz Şanxayın kimi, bu da biz də inkişaf edirik. Amma həmən o Şanxay məhəlləsi başqa cürdür. Biz Çin qədər dəyişilməmişik, amma biz də Rusiya deyilik. Biz Rusiya deyilik. Heç bizim, inandırım sizə, türməmiz də Rusiya deyil. Bizim texnoloji inkişafımız da Rusiya deyil. O, biz oradan ayrıldıqca, Sovetdən ayrıldıqca, Türkiyə ilə, Avropa ilə inteqrasiya etdikcə, hər tərəfli, hətta sifətimizin, baxın, bizimiz baxın bir 70-80-ci ildə görəcəksiniz, yenə qədər dəyişilmişik biz. Çünki ora çürüməkdədir. Bu Şanxaydır. İndi sizə, bunlar deyirlər axı çürüməkdə, şey də ötürür buradan narrativləri Trump da deyir. Çürüməkdə olan qərb. Avropa çürüyür. Avropa çürüyür. Rus mənə dedi, mən düz deyirəm. Bu Sovet dönəmindən bunu deyirlər də. İndi çürüyən Avropaya baxınız. Xahiş edirəm, baxın, burası Almaniyadır. Обманутому россиянину. Загнивающий Запад. Остановка маршрутки. Avtobus gözləyir. Adam azdır, çünki orada tıxac filan başqa cürdə gəlir, baxın. Baxın bu avtobusa. Bu ancaq biz yuxuda görə bilər, yox yuxuda da görə bilməzdik. Fantastik filmlərdə görə bilərdik. Точно. Тут водителя нет.
Ну ладно. Sürücü yoktur. Поедем без водителя, значит. Bakın. Это же загнивающий Запад. Çürüməkdə olan qərb. А не Россия. Göstərdim sizə. Позднего путинизма. Rusiyanı. Bakın. Op station Rivium, Tweede straat, Oostzijde. Фу, как можно ездить на таких чистых сиденьях? Это ж так неуютно. Это же не по-домашнему. То ли дело Саратов. Вот в чем вопрос. Это Россия, детка. Bu da Rusiyada avtobus. Bak. Kim çürüyür? Bunlar çürüyür. Yoxsa bizdə də yoxdur. Axı bizim avtobuslarda kondisionerli filanları. Hansı ən ucqar yerə gedən avtobusumuzda baxın da. Bu Rusiyada baxın. Taxtabaşı necə başa salır? Ay yox, kalpasa var. А атмосфера. К. Комфорт. У. Уют. Bax bu belədir. Sürməkdə olan Rusiyadır. Mən sizə indi bir boksçumuzu göstərəcəm. Dünya çempionu olub. Vaxtilə mən efirdə olanda Space telekanalında, ATV-də və yaxud da INS-də öz proqramıma o çempionları o dəqiqə dəvət eləyərdim. Milli düşüncə ilə filanla yadınızdadır da o vaxtı dəvət etdiyim Farizlər, sonra Sabirabadlı balası, kickboxingdə dünya çempionu olmamışdı amma bütün Bakı ondan danışırdı. Bütün Bakı. Bütün Bakı Sabirabadlı balısından danışırdı. Çünki dedi, tam bu dedim, bir tam bu yatdı bu. Dedim ki, belə danışdı, o ermənini ki, yıxdı ya, vurdu, yıxdı qardaşımız, Azad qardaşımız, adı Azad idi, adı da Azad idi. Biz verilişlərdən bunları təbliğ eləyirdik. Yox, hep bunlar ancaq verilişdən püf təbliğ eləyirlər. Püf. Yəni, baxanda iğrənirsən. Və bunlara baxanda o düzəlmiş dodaqlara, o belə sifətlərə, yalancı danışıqlara, yalancı gülüşlərə, yalancı vətənpərvərliyə keçiblər indi dəbdədir deyən adamın ürəyi bulanır. Amma bir boksçumuz, Ağcabədili balası, Ağcabədiləndir, gənc bir Rus boksçusuna qalib, amma Rus boksçusu deyəsən ermənidir soyadı, bilməm. Amma görün bu düdük necə Rusiya bağırır. Orada gəlirlər, qaraları öldürürlər, döyürlər. Necə buna bu pis sözü deməyəsən axı? Necə? Baxın bu videoya zəhmət olmasın. 19 points apiece after 6 minutes of boxing. Well, that's exactly right. And if we get an announcement that this has gone to bout review, then it's 3-2 either way. If we don't get an announcement, then that means that Mamedov has won. I don't want to be a Grinch, but that's what that means, because he needs both of those 19 apiece scorecards, Mamedov. That would mean that he would win the fight 4-1, no bout review. If he got just one, then we would have a 3-2 either way, and we would be going to bout review. And I felt he won that final round. Ona bak. Görürsünüz necə taxta baş yaradı. So the scores take a while to be tabulated, which suggests we could be going to bout Baxın review. bizim Ağcabədili balasına. Given the status of the scorecard, it's likely to be a split, but if it goes to 3-2, then bout review will have been implemented. Ladies and gentlemen, the winner of this contest and now IBA World Champion. In the blue corner, representing Subhan Mamedov lets out a battle cry of delight at having been declared. Sübhan Ağcabədili balası. Görürsünüz? Necə Rusiya orada bağırır, qışqırır. Deyirəm millətin döyür. Yaxşı, erməni sövgəxi erməninin özünün nə günə qoyub tarixdə o. O taxtabaşdır. Bəs buna deyirik də biz taxtabaş. Və mən sizə indi bir insanı göstərəcəm. Nobel mükafatçısıdır. Bir 10 il bundan əvvəl də Türkiyədə bir yazıcı Orxan Pamuk deyəsən elədir onun soyadı. Kitabı o vaxtı biz açdıq, oxuduq, yarımçıq qoydum. Çünki o kitab əməlli başı türklüyün əleyhinə idi. Əməlli başlı başa düşürsünüz. Yaz qaldı desin ki, elə deyirdi də biz genosid olub, belə soyqırım olub, erməniləri qırmışıq, kəsmişik, döymüşük. Niyəsi filanı yoxdur ya, belə onlar tərəfdən olan faktlardır. Nəsə mən çox getməyəcəm, onu analiz eləməyə fikrində deyiləm. Bu mənim də işim deyil. Orada tənqidçilər var, filanlar var. Ona Nobel mükafatı verdilər. Amma ondan sonra bir türk daha Nobel mükafatı alıb. Bu dəfə fizikadan, alim bunu artıq verməyə bilməzsə, yəni Nobel mükafatında rüşvət, korrupsiya yoxdur. Çünki bu dünyanın ən güclü alimidir və türkdür. Yadınızdadırsa bizim bir futbolçumuz, Türkiyə yığmasının futbolçusu Demiral, yadınızdadır, Bozqurt qaldırdı dünya çempionatında ya da Avropa çempionatında deyəsən. Qaldırdı və onu oyundan çıxartdılar. Bunun nəyindən qorxursunuz? Belə qaldırsanız olar, belə cürbəcür qaldırsanız olar.
Biz Bozqurdun işarəsini qaldırsak bundan qorxur. Nədən qorxursunuz ki? Barmaqdır da bu. Barmağımızdan qorxurlar heç. Amma o Demiral elə bir fırtına yaratdı ki, elə bir türklük, pasyanarlıq partlayışı yaratdı ki, Demiral, o yigit. Öz şəhərində, doğma şəhərində ona heykəl falan da qoyublar Türkiyədə. Amma Qırğızstandan tutmuş, Ankaradan tutmuş, Almatıdan tutmuş Təbrizə qədər hər yerdə və səhərsi gün oyunda Türkiyə komandası oynayanda orada bütün stadion Bozqurd işarəsi qaldırmışdı. Mən əminəm ki, o Bozqurd işarəsini qaldıranların içində milliyyətçi olmayanlar da var. Amma o Demiral elə bir fırtına yaratdı ki, hamının türklük qanunu oyatdı. Baxın, sağda Demiraldır, solda isə Nobel mükafatçısı Aziz Sancar. Nobel mükafatçısı bizim adamdır. Alnından öpürəm o ağsaqqalın, o böyük alimin. Xilas ancaq bizim ideologiyadadır. Dünya böyük savaşlara sürüklənir. Dünyada yeni konglomeratlar yaranır. Artıq Amerika ilə Avropa bir deyirlər. Avropa birləşir, 500 milyon ahalisi var. Biz birləşməliyik. Təcili birləşməliyik. Türk Dövlətləri Birliyinin ordusu, birləşmiş ordusu yaranmalıdır. Və biz ordu yaradandan sonra dünyanın en güclü ordusu çevririk. Çünki Türkiyə, indi Amerika yoxdursa, Avropada NATO'nun en güclü ordusudur. Əslində Amerikanın ordusundan güclüdür sahədə. Amma indi rəsmi mən indi reytingdən danışıram da. Deməli, Avropada en güclü ordu bizimkidir. O bizlə bir yerdə olanda Azərbaycan qüdrətli zəfər çalmış ordu ilə və Qazaq Özbək ordusu ilə də, Qırğız Türkmən də bizə qoşulacaq. Amma Qazaxla Özbəkistan çox önəmlidir də. Pakistan da bizim yanımızda olsa bizim önümüzə dünyada kim çıxa bilər ki? Rusiya o halda. Bir Ukrayna güclüdür, o da bizlə dostsudur da. Sabah Almanya güclənəcək, o da bizlə müttəfiqdir. Biz tarixən Almanya ilə müttəfiq olmuşuq. Yaponiya da bizlə müttəfiqdir. Yeni konglomeratlar və müttəfiqlər, dünya parçalanır deyil amma, yeni müttəfiqlər gücü qabarır ortalığa. Yeni. Köhnə dünya daha yoxdur. Rusiya daha elə olmayacaq. Heç vaxt olmayacaq. Heç vaxt. Avropada dünənki kimi olmayacaq. Ayrılın. Dünya değişilir. Və biz ancaq bu ideologiyanın ətrafında birləşib, burada da əleyhimizə gedənləri həbs eləmək mütləq. Bunlar ancaq bu yumruq gücün başa düşürlər. Amma bu Aziz Sancar'dır. Təbrizdə nə baş verir? Bax, bir dedim ki, Demiral həmən o hərəkəti ilə Türklüyə böyük bir töhfə verdi və böyük bir ruh yüksəliyi qaldırdı. Amma bizim buradakı qələbəmiz Demirala o gücü verib. Bütün türklərə. Yenə də deyirəm, Bişkekdən tutmuş Ankara'ya qədər, hətta Makedoniyaya qədər, İraq'a qədər, Suriya, harada Türk yaşayırsa, Türkmen yaşayırsa. Bizim qələbəmiz, çünki çayın o tərəfində soydaşlarımız nə deyirdilər? Azərbaycan ordusu yoxdur onun qorxusu. Baxın, görün, Təbrizdə nə böyük milli yüksəliş var. Cənab Pezişkənin gəlişində. Bu özü Təbriz deyil, bu ancaq əyalət şəhərlərinə biridir. Urmiya. Üniversite. Bu, bakın, bu da üniversitedir. Ay, 2 yıl için bundan evvel buna göre adam orada asardılar. Söve asardılar birini. Yakın gelebilirsen oraya. Bu pasyonar partlayıştır. Bizim zəfərimizdən sonra. Biz 50 milyonluq ülkeyik. Və biz qüdrətli bir millətik. Bütün savaşlarda zəfər çalmış tarixdən biz bir millətik. Millətləri, millət eləyən onun qələbələri, onun savaşdakı qazandığı zəfərlərdir. Məsələn, bizi millət eləyən tarixdə Dandanakan döyüşüdür. Qəznəvilərlə, ata-babalarımız, Toğrul bəy, Alparslan, Çağrı bəy, Dandanakan döyüşündə özündən 10 dəfə çox orduya qalib gəlmişik. Və o bizi yaratdı, bizi, Azərbaycan türklərini Təbrizdə, Reydə, Rəşdə, hər yerdə yaratdı bizi. Türkiyə türklərini isə yaradan Mansikert döyüşüdür, Malazgirt döyüşü deyirlər türk şibəsi ilə. O da bizi ye, amma o döyüşdən sonra ora axmışıq. Və Türkiyə türklərinə çevrilmişik də, yəni qardaşlarımız özümüz yoxdur. Onun üçün deyirik, bir millət, iki dövlət. Yəni, iki zəfər adını çəkdim. Yadda saxlayın, qardaşlar, bacılar, mütləq Dandanakan döyüşü, bizi yaradan döyüş tarixdə və Mansikert döyüşü, erməni şəhəridir. O şəhərin ətrafında döyüş olub. O döyüşdə də bizim babalarımız
Alparslan qalib gəlib Roma imperatoru Romandiyagini əsir götürüb, ondan sonra da biz axışmışıq indiki Anadoluya və Türkiyədəki olan da biz bu zəfərlər millət yaratdı. Qardaşlar, bacılar. İndi Güney Azərbaycanda bilirsiniz hansı məqamdır, hansı dövrdür. Güney Azərbaycanda elə bir 1987-ci ildən sonra ki, burada milli qalxınma vardı. Biz küçələrdə idik, biz Rus əskərlərinə vuruşurduk, biz hər yerdə plakatlar vururduk, milli düşüncəmizdən bozqurt qaldırırdıq və Azərbaycan azadlığından danışırdıq. Biz həbs edirdilər, öyle falan deyildi, amma bu başlanmışdı. Amma burada heç o da yoxdur. Çünki Pezişkən hakimiyyət bizi olanda Vəzirov hakimiyyət başındaydı. O birbaşa Moskvaya xidmət edirdi. Heç Mütəllibov ondan geri qalmırdı, açığı deyirsiniz. Bizi tuturdular da bizi. O milli ekstremist qoymuşlar adlarımızı. Bizə ordu lazım deyil bağırırdılar. Yüksək rütbəli o vaxt insanlar. Bizə ordu qəti lazım deyildi. Əvvəz Elçibəy sonra da Heydər Əliyev gələndən sonra indi öz aramızdır. Heydər Əliyev Əvvəz Elçibəyin yeritdiyi xətti bir saxladı, xeyr. Daha da yüksəltdi, daha da gözəlləşdirdi. Bir Rus ordusunu geri qaytardı, xeyr. Rus ordusunu çıxartdıq buradan. Latın əlifbasını dəyişdi, killə qayıtdı, xeyr. Daha da gözəlləşdirdik. Əksinə Heydər Əliyev gələndən sonra Latın əlifbası daha geniş vüsət aldı Azərbaycanda. Ordumuza baxın, burada İran zabitləri və İran pilotları gəlib başımızın üstündə bizi qorxuzanda, əgər Heydər Əliyev Rusiya yaxın olsaydı ki, ömür boyu oranın generalı olub da, düzdür, Sovet hökumətinin, amma içəridə həmişə türklüyü və turançılığı yaşadıb da. Çünki Hüseyin Cavidi də məzarını bura gətirib, çünki Babək kinosunda çəkdirib, Nəsimi kinosunda çəkdirib, biz bilirik bunları. Amma o məqamda elə Rusiya desəydi ki, 5-6 dənə təyyarə göndərin bura, bu İran bizim başımıza oyunçur. O saat İran, Rusiya beləcə çək təyyarələri, mən gəlirəm, ordumu da qaytaracam orada. Bunların başının üzərinə fırlanacam, deyəcəm ki, SSR bərpa olunur. Hələ tələsməyi bərpa demirik, amma sizə köməyə gəlirik. Xeyr, Türkiyədən gələn uçaqlara müraciət elədi Heydər Əliyev. Türkiyədən və 1 milyon adam vardı küçədə. Biz ancaq argumentləri, faktları danışırıq. Rus da qaçdı, İran da qaçdı, Türkü görən kimi. Və Putinə və yaxud da Yeltsinə demirdi mənim dostum, qardaşım, demirdi. Süleyman Dəmirələ deyilərdi mənim dostum, qardaşım. Ondan əvvəl də Əbülfəz Elçibəy təbii ki. Amma bütün siyasəti o idi. Türkiyə, Azərbaycan, bir millət, iki dövlət. Amma bizim əlimizdə bilirsiniz nə zopa oldu, o bir millət, iki dövlət. Yoxsa bizi tuturlar. Gəlin Turancı kimi, Türkçü kimi bir şey üstümüzə gəldi ki, siz ekstremist. Öyle ki dedi bir millət, iki dövlət. Deyən bura gəl. Bir millət, yəni biz Türküz. Bizə güc verdi. Baxın bir sözün gücünə. İndi Güney Azərbaycanında həmən o passionar qalxınma var. Qardaşlar, bacılar. Ben size indi Koroğlu tamaşasının bir videosunu nümayiş etdirəcəm. O Koroğlu heç vaxt Qaçaq Nəbidən danışa bilməzdi. Çünki Koroğlu Qaçaq Nəbidən 700-800 il əvvəl yaşayıb. Danışa bilməzdi də. Belədir. Alsın 600 il əvvəl yaşayıb. Qaçaq Nəbi tanımayıb ki o. Ümumiyyətlə Koroğlu əfsanəvi bir qəhrəmandır da. O heç Babəki də məncə əllə olubsa, nəsə də ola bilər Babək haqqında bir şey işləyibdi. Amma o tamaşa indi Koroğlu tamaşası səhnəyə qoyulur Təbrizdə və baxın görün o mitinqdəki çıxışdı, yoxsa Babək Koroğlunun mətnidir. Koroğlu danışır orada. Məncə o mitinqdəki bir Türk evladının danışığıdır. Baxın bu videoya. Hani xalqın tanrı, Türkçelinin aslanıyam, Babək'in, Rosnabinin toprağı danmış kanıyam. Elimin, milletimin, yoksulunun hakkını alan, zalimin burnunluğun, qametine lərsə salan, tanışam Türkçeline, hamı tanır afsanını, ömrüdür xalqa aşıqlar verir dəstanını. Ben Azerbaycan'ımın marşını çaldan oğulam, bunu tanrım elifim istedi taben doğulam. Çağırır Koroğlu'nun adını her an dinler, adıma fəthredecek dünya boyu Türkçenler. Eşidirsiniz. Bu bir tamaşadır Təbrizdə. Bu əsəri yazan yazıcı var, senarist var, səhnəyə qoyulan rejissor var, orada aktyorlar var, gördüyünüz kimi necə aktyorlardır, onun diksiyası filanı. Ona heç də cərimə qoymaq lazım deyil. Birdən wow deyər orada, birdən okey deyər. O Türk oğlu Türkdür. Öz ana dilində danışır orada və Türk dilini bütün dünyaya, gücünü orada bəyan edir. Orada rəqqaslar var, musiqi var, orada 15 min adam var zalda baxan. Orada cürbəcür bu günlərin milli düşüncəli tamaşalar qoyulur səhnəyə. Bu nədir? Bu passionar qalxınmadır. Bütöv Azərbaycan. Mütləq qurulacaq. Təbii ki, bu məqamda mən salam söyləməliyəm indi o şəhərlərə, amma bir video da var. Ona da baxın. Mənim çünki o video o qədər ürəyimi açdı ki və o qədər zərif bir məqamdır ki, bu adamın adı mütləq tariximizdə günəş yerinə çəkiləcək bir şəxsiyyətdir. Baxın bu videoya. Bu kim? Metehan.
Vatan. Bu Atilla. Atilla. Attila evet. Bu Bumin Kağan. Münkan. Evet. Bu Hazar Kağan. Hazarkan. Evet. Bu Bilge Kül Kadir Han. Büyüdü dedi tadılar. Evet. Bu Selçuk Bey. Çocuk Bey. Tamam. Bu Batu Han. Batıda. Bu Babür Şah. Boğulmuşta. Bu Fatih Sultan Mehmet. Bu Çatı Sultan Mehmet. Bu da Atatürk. Orada tabii ki bizim reperin mahnısı gelir. Biz onu YouTube'dan verebiliriz. Menem Türk. Orada musiki gelir. Daha təsirli. O kardeşimize de buradan sevgimi çatdırıram. Çok güzel yazıb onu. 44 günlük savaş zamanı yazıldı. Menem Türk. Orada da Babəkin adı falan. Yani o gördüğünüz şəxsiyyətlər bizim babalarımızdır. Bumin Xanda, Atilla'da, Babur Xanda, Şah İsmail'da, Mehmet Fatih'də, bütün hara getsən, İstəyirsən Rusiyaya get, istəyirsən Çinə get, istəyirsən Hindistana get, istəyirsən Xorvatiyaya get, istəyirsən Serbiyaya get, istəyirsən Misirə get, istəyirsən İraka get, istəyirsən Almaniyaya get, istəyirsən Yunanistana get. Hara getsən bizim babalarımızın adı oradadır. Savaş və zəfər. Bugün isə Mustafa Kemal Atatürk, o güneş babamız, o böyük babamız deyir ki, yurtda barış, cahanda barış. Savaş dönemi bitib, amma bizə qarşı savaşanlar üçün ancaq yumruğumuz var və döyüş ruhumuz var. Türk döyüş ruhu var. O yüzden de buradan Təbrizə, Reyə, Rəşdə, Ərdəbilə, Ənzəliyə, Urmiyaya, Xoya, Dərbəndə sevgimiz və salamımız var. Teşekkürler. Tanrı sizi qorusun.